Noyabrın 18-19-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki Diri Baba Türbəsinə, İsmayılı rayonundakı Baskal Dövlət Tarix Mədəniyyət və Lahıc Dövlət Tarix Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. Media turda iştirak edən jurnalistlər Baskal qoruğu ərazisində Kəlağayı istehsalı emalatxanasında ustalarla görüşüblər, ipəyin boyanması və kəlağayının qəlbilənməsi proseslərini yaxından izləyiblər. Dövlət Tarix Mədəniyyət Qoruğunda işlər başlanıldıqdan sonra tarixi küçələr, bulaqlar və Baskalın digər hissələri bərpa olunmuşdur. Bərpa prosesinin birinci mərhələsindən sonra ölkə rəhbərliyinin Baskala səfəri baş tutmuşdur və baş tutan səfər çərçivəsində görülən işlərlə tanışlıq olmuşdur. 2022-ci ildə birinci mərhələ bitdikdən sonra növbəti mərhələ üzrə Baskalda işlər davam etdirilmişdir. Biz bu günləri burada kifayət qədər kəlağaylarla tanış olduq. Kəlağaylar demək olar ki, gördüyünüz kimi təmiz ipək məhsullarıdır. Nəinki bu kəlağaylar Azərbaycanda, dünyada da kifayət qədər məşhurdur. Üzərimdə gördüyünüz kəlağayı təmiz ipək məhsulu olmağı ilə yanaşı Bakıda satılan digər firma məhsullarından kifayət qədər seçilir. Hansı ki, Baskalın kəlağayları bütün məşhurluğu ilə Bakıda da biz tapa bilərik. Amma bu ərazidə gördüyümüz kəlağaylar tam yerli məhsullar olduğuna görə daha çox gözə oxşayır, daha çox gözə çarpır.